Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizə satışda olan daha bir mənzili təqdim edirəm. Başlamadan öncə 2 saniyənizi ayırıb kanalımıza abunə olmağı, videonu bəyənməyi və bu gözəl mənzil haqqında fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Mənzil yerləşir Həzəsonda, Həzəson metrosundan piyada 8-9 dəqiqəlik maksimum məsafədədir. Yeniçili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış gözəl də proyekti olan bir mənzildir. Mən bəyəndim proyektini, inanıram ki, siz də bəyənəcəksiniz. İndi mən mənzildə olanda hər bir şeyi, hər bir detalı sizin nəzərə çatdıracağım. Başlayırıq mənzilin giriş hissəsindən. Giriş qapımızı görürsünüz, daxil olduqda sağ tərəfdə tam axıra kimi şkafımız yığılıb. Əşyalarınızı, paltar, ayaqqabı, yəni hər bir şeyi tam rahat yerləşdirə bilərsiniz. Yuxarı hissəsi də şkafdır. Burada əyləşmək üçün, paltar asmaq üçün də yenə əlavə yer nəzərə alınıb. Girişdə döşəmə, qranitli üstü döşəmə ilə təchiz olunub. Burada nəyimiz var? Yenə girəndə solda açarlıq var, güzgü yerləşdirilib, gizli işıqlar, sağ sol daraqlar, açıq rəngli divar kağızlarının istifadə olunmurluqda, yəni belə deyim, gözü yormur. Otaqların yerləşməsini nəzərə çatdırım. Burada mənzilin qonaq otağı yerləşir. Bura sanitar qovşağı, mətbəxi, çamaşırxanası, burada isə 2 yataq otağı yerləşir. Gəlin vaxt keçirmədən ilə başlayaq qonaq otağından. Mən bir-bir bütün otaqları sizə göstərim. Buradan daxil oluruq mənzilin qonaq otağına. Çox gözəl, geniş, işıqlı, kvadrat şəklində qonaq otağımız var. Yəni digər otaqlar kimi dar uzun otaq deyil. Ona görə də mebel dəstinizi tam rahat yerləşdirmə imkanınız var. Burada nə var? Mən sizə hər şeyi sizə göstərim. TV, internet çıxışı bu tərəfdə nəzərə alınıb. Gözəl də dizayn verilib bu hissəyə. Sağ sol yenə daraqlardan istifadə olunub. Pərdə asılıb hazırdır. Buradan mənzilin eyvanına da çıxış var. Eyvana həm buradan, həm mətbəxdən, həm də yataq otağından çıxış var. Onları da göstərəcəm sizə. Divarda lepka işləmələr, dizayna uyğun tablomuz var. Döşəməsi parketdir. İşıqlandırmada spotlardan istifadə olunub. Əlavə xətt işıqlar da var. Yəni bir sözlə gözəl mənzildir. İnşallah bunu gəlib canlı baxanda da şahid olacaqsınız. Dediyim kimi kvadrat şəklindədir. Bu hissəyə də mebel dəstini tam rahat yerləşdirə bilərsiniz. Keçək, mən sizə göstərim. Burada sağ tərəfdə yerləşən mənzilin sanitar qovşağını. Burada tam hazır vəziyyətdədir. Bütün aksesuarlarla təmin olunub. Göstərim deməli moydadırımız. Bu hissədə duş kabin yığılıb. İçərisi də genişdir. Divar içi aksesuarlardan istifadə olunub. Divar içi unitaz. Yəni hər bir şey tam ideal səviyyədədir və burada təbii ki üstü döşəmə ilə təchiz olunub. Buradan isə daxil oluruq mənzilin mətbəxinə. Mətbəxin də ölçüsü yaxşıdır. Yəni burada qonaq otağı kimi kvadrat şəklindədir. Yeni mətbəx mebelimiz yığılıb bu hissədə. Tam axıra kimi yuxarı hissələri də şkafdır. Yəni 3 hissədən ibarətdir. Gəlin içərisini də göstərim. Yəni dərinlik barədə təsəvvürünüz yaransın. Üstü mərmərdir. Qaz peçi, aspirator, bunlar hamısı qoyulub hazırdır. Soyuducun yeri burada nəzərə alınıb. Paltar yönüsündə yerdə eyni ilə bu hissədədir. Girişdə olan üstü döşəmə burada da davam etdirilib. Tavan hissəni də göstərim ümumilikdə. Çox gözəl zövqlə də təmir olunub və dediyim kimi buradan da mənzilin bayaq göstərdiyim eyvanına çıxış var. Burada yerləşir mənzilin çamaşırxanası, yəni paltar yeri üçün yer burada nəzərə alınıb. Yəni burada da şkaf yığa bilərsiniz. Bütün hər əşyanızı tam yerləşdirmək üçün burada da yer nəzərə alınıb. Buradan isə daxil oluruq mənzilin əsas yataq otağına. Bu otağın da ölçüsü yaxşıdır. Demək olar qonaq otağı ilə hardasa eyni olar. Təxmini bəlkə də 3-4 kvadrat fərq ola bilər. Eyni ilə kvadrat şəklindədir. Burada yerləşmə belədir. TV, internet çıxış burada nəzərə alınıb. Taxtın yeri isə bu tərəfdədir. Arxasında lepkalar, mərkəzdə tablomuz. Burada da pərdə asılmış vəziyyətdədir. Yuxarı hissəni də göstərim. Və nəzərinizə çatdırım ki, bu yataq otağın daxilində bura aid olan əlavə ikinci sanitar qovşağımız var. Mənzildə ümumilikdə 2 sanitar qovşaq var. Ölçüsü də genişdir, rahatdır. Burada deməli güzgümüz də yerləşdirilib. Bu hissədə yenə divar içi unitazımız, duş kabin, hamısı tam hazır vəziyyətdədir, ideal səviyyədədir. Bayaq demişdim, otaqlarda döşəmə bambuq parketdir.
Keçək ikinci yataq otağını göstərim, sonra mənzilin məlumatlarını və qiymətini bir daha nəzərinizə çatdıracağım. Burası dediyim kimi mənzilin ikinci yataq otağıdır. Otaqlar işıqlıdır, gün düşən mənzildir, qarşısı da açıqdır, yəni binalar qarşısını kəsmir. Burada da yerləşməni nəzərə çatdırın, taxtın yeri bu hissədədir. Buradan yenə mənzilin eyvanına çıxış var, TV, internet çıxışı isə bu tərəfdə. Bir daha göstərim. Dediyim kimi mənzildə ümumilikdə açıq rəngli divar kağızlarından istifadə olunub, ona görə də gözü yormur. Belə, mən demək olar hər şeyi sizə göstərdim, mənzilin məlumatlarını bir daha nəzərinizə çatdırım. Yerləşir Həzəsanoda, Həzəsan metrosundan piyada maksimum 8-9 dəqiqəlik məsafədədir. Yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış, geniş 4 otaqlı üzr istəyirəm, 3 otaqlı mənzildir. Ölçüsü 114 kvadratdır. 5-ci mərtəbədə yerləşir, sənədləri qaydasındadır, çıxarışı, yəni qupçası da var və mənzilin start olaraq qiyməti 285.000 manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.